Salam yoldaşlar, mən Fərid Əliyev, FES Akademiyanın Azərbaycan dili və ədəbiyyat müəllimi. Bugün sizlərlə şeir şəkilləri haqqında danışacağıq. Şeir şəkilləri. Bundan əvvəlki dərsimizdə biz şeir vahidləri haqqında danışmışdıq. Gəlin görək şeir şəkilləri nədir? Baxın, burada işlənilən bu şəkil termini nə deməkdir? Ona aydınlıq gətirək ilk öncə. Yadda saxlayırıq ki, şeir şəkli deyəndə bənddəki misraların sayı nəzərdə tutulur. Demək, şeir şəkli deyəndə nə nəzərdə tutuldu? Misraların sayı nəzərdə tutulur. Yəni, şeir şəkli bənddəki misraların sayı ilə müəyyən olunur. Əgər şeirin deyək ki, hər bəndində 4 misra varsa, buna deyəcəyik dörtlük. Bu dörtlük adlanır. Dörtlük şeir şəkli, dördlük. Yox, təbii ki, 5 misra varsa, biz buna deyəcəyik beşlik və yaxud, bunun sayını artırmaq olar da, 6 misra olarsa, biz buna deyəcəyik altılıq. Bir daha deyirəm, şeir şəkli nə oldu? Şeir şəkli bənddəki misraların sayı ilə müəyyən olunur. Və hər hansısa bir şeirdə, hər bənddə 4 misra varsa, bu adlanacaq dörtlük. 5 misra varsa 5-dir, 6 misra varsa təbii ki, altılıq. Bədii ədəbiyyatda, ümumiyyətlə ədəbiyyatda dörtlüklər çoxdur. Bunlara misal olaraq deyə bilərik bayatı, düzdürmü? Daha sonra rübai, tuyuq, düzdürmü? Dörtlüklərdir və s. Qoşmanı da bura əlavə eləyə bilərik, nə bilim, gəraylı və s. Yəni, dörtlüklərimiz çoxdur. Bir də, məsələn, beşlik dedik ki, beşlik də 5 misradan ibarət olmalıdır. Amma hər beşliyə yadda saxlayaq ki, hər beşliyə müxəmməs, bunu əsas yadda saxlayaq, müxəmməs deyə bilərikmi? Baxın, sualın şərtini necə qoydum? Hər beşliyə biz müxəmməs deyə bilərikmi? Bir dəqiqə. Hər beşliyə biz müxəmməs deyə bilərikmi? Buna cavab olaraq təbii ki, xeyr. Niyə? Səbəb nədir? Düzdür, müxəmməs də beşlik şəklində formalaşır. Yəni, beşlikdə müxəmməs, beşləmə. Düzdürmü? Amma yadda saxlayırıq ki, müxəmməsi beşliklərdən fərqləndirən bir onun qafiyə quruluşudur. Qafiyə quruluşu ola bilər. Yəni, qafiyə quruluşu da ola bilər. Ən əsas vəznidir. Vəzni. Aydındırmı? Müxəmməs yazılır, yadda saxlayırıq. Müxəmməs. Düzdürmü? Yazılır əruzda. Amma normal, belə deyək də, beşliklər yazılır heca vəznində. Məsələn, görmədi müxəmməsi var. Düzdürmü? Görmədi müxəmməsi. Bu əruzda yazılır. Bir də ki, məsələn, Şəhriyarın və yaxud da ki, Süleyman Rüstəmin deyək ki, Təbrizim şeiri. Düzdürmü? Yazım onların da adını istəyirsiniz bura. Məsələn, Süleyman Rüstəmin Təbrizim şeiri. Düzdürmü?
Təbrizim şeiri beşlikdir. Beşlik formasında yazılıb. Amma biz buna müxəmməs deyə bilmərik. Niyə? Çünki heca vəznində yazılıb. Heca. Və yaxud deyək ki, Məmməd Hüseyn Şəhriyarın dillər əzbəri olan Heydər Babaya salam poeması var. Düzdürmü? Heydər Babaya salam poeması. Düzdürmü? Heydər Babaya salam poeması var. Heydər Babaya salam poeması da yadda saxlayırıq. Beşlik şəklində yazılıb. Beşlik şəklində yazılıb. Amma təbii ki, bu da müxəmməs deyil. Bir daha deyirəm, hər müxəmməs beşlik formasında yazılır deyə bilərik hardasa. Amma bütün beşliklərə biz müxəmməs deyə bilmərik. Demək, şeir şəkilləri haqqında da bu qədər. Sağ olun.